bu yaşda çox fit görünürsüz. Bunu nəyə borclusunuz? Təşəkkür edirəm. İnsan istəsə hər şey edə bilər. Biraz istəmək lazımdır. Bəzən. Bu yummağa bacarmaq lazım. Bədəni də qorumaq üçün biraz diqqət eləmək lazım. Qidaya mütləq diqqət eləmək lazım. Amma siz bu aralar eləmirsiniz deyəsən. Çaydan şirin. Yox, mən onları yeyirəm, amma o birisi növbəti 2 gün, 3 gün, yox, 2 gün, 3 gün ona fikir verirəm yəni. Davamlı diqqət edirsiniz deyənə fit qalırsınız. Mən onu davamlı postsaz pəhrizi diyeti belə olmayacaq. Məsələn, bir gün yeyirəm, həftənin bir günü hər şey yeyə bilərəm, 3 gün, 4 gün çit eləyirsiniz. Bir də ki, mən biraz aktiv həyat. Hərəkətlisiniz, gəzirsiniz. Mən deyirəm, bəlkə o nədə qoşullar, eqolar, addımları ölçüm. Mən ayaqla gəzməyi çox sevirəm. Maşınla ayaq minsəz, mən ayaqla. Bəlkə şəhərin hər yerində məni görə bilərsiniz. Çox sevirəm piyada gəzməyi, aktiv həyat. Hərəkətlisiniz, değil mi? Hərəkətliyəm. Xəmir yeməkləri, çörəyi ümumiyyətlə bacardıqca azaltmaq lazımdır. Yemirsiniz çörək? Gluten. Çörək yeyirəm, əslində az yeyirəm çörəyi də. Məsələn, yeməmişdən əvvəl bir dilimi qoyuram kənara, deyirəm, yəni bunu yeyəcəm, ondan da yekunlaşırım. Sonra şirniyyat düz sevirəm, amma onu da. Şirniyyatı bir dəfə yeyirsiniz həftədə? Yox. 2-3 dəfə məsələn qızlarla harasa gedəndə şirniyyatı necə çay içə bilərik. Amma evdə şirniyyatın əvəzinə məsələn xurma, kişmiş, o şeylər ancaq onlar alırım. Elə şeylər. Sonra qazlı içmirəm heç ümumiyyətlə, abur-cubur heç yeyən deyiləm. Məsələn, çipsi falan hələ yadıma gəlmir ki, mən yeyim. Bir də o quru fast food xeyr. Bunlar da sevmirəm. Yəni işlənmiş ətlərdən istifadə edirəm. Yox. Kalbasa. Yox, kalbasa ümumiyyətlə saska o bizim evə girən deyil yəni. Rasionunuzda yox. Yox. Nə uşaqlara qoymuram, nə də özüm. Var möhtəşəm. Yox, onlar yoxdur. Nə tərəvəz yeməkləri xoşlayıram. Paxlalı. Lobiya, noxud kimi. Bəli. Salatlar falan hazırlamalı.